Peyğəmbərləri onlara dedi: Allah Talutu sizə hökmdar təyin etdi. Onlar dedilər: O necə bizə hökmdar ola bilər ki, biz hökmranlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir. O dedi: Allah sizin üzərinizə onu hökmdar seçdi. Elm və bədəncə onun gücünü artırdı. Allah öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi əhatə edəndir, biləndir. Peyğəmbərləri onlara dedi: Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir. Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əskərlərinə dedi: Allah sizi bir çayla imtihan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o məndəndir. Onların az bir qismi istisna olmaqla, hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: Bugün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir. Allah səbr edənlərlədir. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: Ey Rəbbimiz, bizə səbr ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et. Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi. Ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah